Vətən sevgisi yaşa, cinsə, dinə baxmır. Bu torpaqlarda yaşayan hər kəs vətənini canı bahasına sevir, lazım gəldikdə vətənin müdafiəsinə qalxır. Məktəbli uşağından tutmuş, ahıl yaşına çatmış qocasına kimi hər kəs əlində silah düşmənlə üz-üzə dayanmağa hazır olur. Yaşının az olmasına baxmayaraq, vətəni canından da çox sevən igidlərimizdən biri də şəhid Abbasov Əvəz Mayısoğlu idi. Əvəz 2000-ci il yanvar ayının 2-də Salyan rayonu Şorsulu kəndində anadan olmuşdu. Uşaqlıqdan şən, gülərüz olan Əvəz bir yerdə dayanmaz, qaçıb oynamağı sevərmiş. Salyan rayonu Şorsulu kənd orta məktəbində təhsil alan Əvəz yeniyetməlik dövründən başlayaraq müəllimlərindən hərbiçi həyatı haqqında maraqlanar, onlardan hərbiçi olmaq üçün nə etmək lazımdır deyə soruşarmış. Müəllimləri isə cavablarında sadəcə hərbiçi olmaq üçün vətəni sevmək kifayətdir deyərmiş. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Əvəzin hərbiçi olmaq arzusu daha da qüvvətlənir. Geyindiyi hərbi forma, nizam-intizam onu özünə aşiq edir. Hərbi xidmətdən qayıtdıqdan sonra hərbiçi olacağına qəti qərar verən Əvəz müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qayıdır. 44 günlük Vətən müharibəsinin ilk günlərindən silaha sarılan Əvəz hər kəsə nümunə göstərilən döyüş yolu keçir. Vətən torpaqlarının hər qarışı üçün düşmənlə vuruşur, düşməni doğma torpaqlarımızdan qovur, ölümlə üz-üzə dayanırdı. Dəfələrlə öz həyatını fikirləşmədən yoldaşlarının həyatını xilas etmiş, özünü düşmən gülləsinin qabağına atmışdı. Kəlbəcərin, Füzulinin, Cəbrayılın azad olunmasında fəal iştirak edən igidimiz dekabrın 13-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Füzulinin, Cəbrayılın azad olunmasına görə, şücaətə görə və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Abbasov Əvəz Mayısoğlu Salyan rayonu Boranlı kənd qəbirstanlığında torpağa tapşırılır.